Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Oğuzda qətl hadisəsi törədilib. Xəbər verilir ki, rayonun Bayan kənd sakini 47 yaşlı Zahidə Qəhrəmanova kəsici alətlə öldürülüb. Hadisəni törətməkdə onun oğlu 15 yaşlı şəxs şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib. Xəbər verilir ki, hadisə dünən axşam saatlarında rayonun Turan qəsəbəsində baş verib. Belə ki, 1975-ci il təvəllüdlü Samir Samirov qeyddəki ad soyad şərtidir, kəsici alətlə öldürülüb. Cinayəti törətməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Eynullah Eynullayev qeyddəki ad soyad şərtidir, könüllü şəkildə polisə təslim olub. Faktla bağlı araşdırma aparılır.